Əbdülməlik ibn Mərvan Əməvi xəlifəsidir. Deyirlər, gəldi Kufəyə, İmam Hüseyndən sonra hadisələri deyirəm sizə. Kufəyə gəldi, Darul İmarə deyirlər. O saray ki var idi, orada kinoda da yəni baxmısınız. İbn Ziyadın oturduğu saray, bir dönəm sonra Muxtarın oturduğu saray. Yəni görmüsünüz. Kinoda da göstərirlər. O Darul İmarə idi. O Kufədə tikmişdilər. Ümumiyyətlə Kufə hərbi şəhərci idi əvvəlcədən. Sonra da insanlar yığışır, yaşayır. Kufənin bir tarixini danışırıq biz. O Darul İmarəni bir tikmişdilər və Əbdülməlik ibn Mərvan girdi içəri. Əbdülməlik ibn Mərvan da zalım idi. Girdi içəri. Qətliamları çoxdur, ona görə bir baxım haqqında danışıram. Girdi içəri, girən kimi keçdi, oturdu taxta. Bu an Musəbin başını gətirdilər. Musəb. Zübeyrin qardaşı. Bax, bilirsiniz, Zübeyrin övladları, daha da Zübeyrin oğlu idi. Abdullah ibn Zübeyrin qardaşı. Siz bilirsiniz, onlar da Məkkədə bir qüdrət əldə eləmişdilər və Kufəni də ələ almaq istəyirdilər. O Zübeyri ki, Əmrül Möminlərin üzü bözdürüb, onun oğlu. O oğlu Ələ salamdan düşmən eləyən oğludur. Ələ salam məhsul bəlağadır ki, onun oğlu onu bədbəxt elədi. Həmən oğul Abdullah ibn Zübeyir, Muxtarnamə filmində də var rolda, Məkkədə oturub. Və onun qardaşı var Musəb. Musəb gəlir Kufəyə, Əbdülməlik ibn Mərvanla mübarizəsi toqquşandan sonra aləm deyir bir-birinə ki, o mübarizə baş verir. Zübeyir ailəsi Məkkədə süqut edir. Musəbi də Kufədə öldürəndən sonra onun başını kəsirlər, gətirirlər, qoyurlar Əbdülməlik ibn Mərvanın qabağına. Əbdülməlik ibn Mərvan harada oturub? Taxta oturub, o Darul İmarədə, o sarayda. O oturub taxta gətirib onun başını qoyurlar qabağa. O vaxt belə bir qaydaları var idi. Bir nəfər də qıraqdan bu hadisəni görür, deyir, Subhanallah, Subhanallah. Bilmədən elə dilindən çıxır. Hərdən adam görsən, o dilinə bir söz gəlir. Əbdülməlik ibn Mərvan eşidir. Deyir, niyə Subhanallah deyirsən? Adətən axı bunun zehnində belədir ki, biz bitirmişik, qələbə əldə eləmişik. Əlhəmdülillahdır da. Subhanallah ona deyirlər ki, bu nədir? Nə baş verdi? Əlhəmdülillah niyə demirsən Subhanallah deyirsən? Maraqlıdır ki, İmam Hüseyin əleyhissalam da yıxılanda, o atdan yıxılanda, ən axır anda ki, can verəcək, şəhid olacaq. O da yıxılanda da Bismillah və billah əla milləti Rasulillah. Demədi əlhəmdülillah, dedi Bismillah. Sən iş bitəndə əlhəmdülillah deyərlər, iş başına deyərlər, Bismillah deyərlər. İmam Hüseyin əlhəmdülillah, o Bismillah dedi. Bu mənası nədir? Bəzi alimlər deyir ki, o tərəf istəyirdi ki, hər şey bitsin, daha Peyğəmbər bacara bilmədik, qabağını ala bilmədik. Peyğəmbər dünyasını dəyişdi, dinin davamının belə qarşısını alacaq ki, Hüseyin şəhid olacaq və Hüseyni də bitirdiysə hər şey bitdi. Dinə Fatihə, hər şey qutardı. İmam Hüseyin əleyhissalam yıxılanda da Bismillah, hər şey başladı. Başladı, qara qutardı. Ona görə deyirlər ki, zühurun müqəddiməsi də Aşura. Heç də qutarmadı. İmam Hüseyin də Bismillah, başladıq. Yaxşı? İndi burada deyalım qıraqdan, deyir ki, Subhanallah, Subhanallah, Abdülməlik ibn Mərvan qulağı eşitdi. Dedi ki, gəl yaxına, gəldi. Dedi, Subhanallah, niyə deyirsən, əlhəmdülillah, niyə demirsən? Bu da gördü ki, eşidib, qayıtdı ki, səbəbi var. Səbəb nədir? Deyir ki, bir vaxt var idi, mən bu saraydaydım. İbn Ziyad da buradaydı. Sən oturduğun yerdə oturmuşdu. İmam Hüseynin kəsiyi başını gətirdilər onun qabağına. Axı, deyirəm, gəzdirirlər şəhər və şəhər. Kufəyə də gətirdilər, apardılar Şama, şəhərləri gezdirirlər. Dedi, sən orada oturmuşdu, Ubeydullah ibn Ziyad, sən oturduğun yerdə, Əbdülməlik ibn Mərvan. İmam Hüseynin kəsiyi başı gəldi. Üstündən bir müddət keçdi, Muxtar oturdu orada. Ubeydullah ibn Ziyadın kəsiyi başı gəldi. Sonra üstündən bir müddət keçdi, Musəb oturdu orada, o Zübeyrin oğlu. Muxtarın kəsiyi başı gəldi. İndi sən oturmusan, Musəbin kəsiyi başını gətirib qoydular. Birdən-birə zehnimə gəldi ki, deyir, bu da özdə maraqlıdır. Birdən-birə zehnimə gəldi ki,
5-ci sənin başınalar, görürsən kimin qabağına qoyarlar. Bu işlə narahat oldu. Dedi, la ərakəllah xamisən. Allah səni öldürsün, o 5-cini görməyəsən. Tapşırıq üstünə verdi. Dedi, çıxdı bayıra, dedi, dağıdın bu imarəni. Dağıdın bu sarayı. O sarayı o cürə dağıtdılar. Belə bildi, belə olsa heç olmayacaq, ölməyəcək, amma öldü də.